Aha. 1-3 yaşda istifadə olunan iş üsulları. Hansıları oldu? İş üsulları. Şefli robotlar, ay sağ olun. Bəs 3-6 yaşda istifadə olunurlar. Əlli hücum, tapmaca, söz asosiasiyası, ay sağ olun, müzakirə, suallar, oyunlar, ay sağ olun, vəziyyət, bəli. Hansı iş üsuludur ki, orada müqayisəli qiymətləndirmə də açar söz? Söz asosiasiyası. Yüksək fəallıq yaradır. Hansı? Tapmaca. İdrak fəallığı? Suallar. Tərbiyəçidən müəllimə ötürü, uşağa ötürüdür. Nağıl etmə, nəql etmə. Sonra hansı iş üsuludur ki, orada qapalı sualdan istifadə etmək məqsədə uyğun deyil? Müzakirə, ay sağ olun. Açıq sual, məsələn, tutaq ki, mən bir sual verim. Bax, Aysel, neçənci sinifdə oxuyursan? Bu necə sualdır? Qapalı sual. Deyəcək, məsələn, 1-də, 2-də. Amma desəm ki, Aysel, məktəbdə siz nə edirsiniz? Dərs günləri, məsələn, və yaxud da ən çox, ay sağ olun, müəllimələrlə necə vaxtınızı keçirirsiniz? Necə olur təlimləriniz? Burada artıq Aysel ətraflı şəkildə, geniş şəkildə danışacaq. Bu olacaq açıq sual. Aydın oldu. Deməli, müzakirə iş üsulunda da biz açıq suallardan istifadə edirik. Bax, ətraflı, geniş şəkildə yazın. Müzakirə iş üsulu, açıq qarşısına yazın, açıq suallar. Sonra, uşaqların öz inkişaf dinamikasını müəyyən edir. Hansı iş üsuludur bu? Söz asosiasiyası, bəli. Bəs hansı iş üsuludur ki, ətrafa başqalarının gözü ilə baxırıq? Aha. Aha. Müəllim kimi, həkim kimi baxıram. Süjetli oldu oyunlar iş üsulu, bəli. Bəs yaxşı, qaçır, tullanır, müdərik oyunlar iş üsulu, bəli. Aha, bəli. Bəs hansı iş formasında uşaqlar arasında mübahisə olur? Cütlərlə. Hansı iş formasında uşaqlar bir-birini dinləyirlər, bir-birini başa düşürlər? Cütlərlə. Ümumiyyətcə, tək sözü varsa bu fərdidir, bir-birinə sözü varsa bu cütlərlədir, biri digərlərinə sözü varsa qruplarladır, hamı bir-birinə deyiriksə artıq kollektiv iş formasıdır. Aydın oldu. Sonra xaos yaranır hansı iş formasında? Kollektivdə, qruplarda isə necə səs-küylükdür? Çünki orada iş gedir axı. Ona görə... Aha, vaxt çatışmazlığı olur fərdi işdə. Sonra konflikt olur. Bilərəkdən siz bilən cavablara sual vermirəm. Bilərəkdən. Mən bilirəm ki, siz onu verirsiniz. Ona görə vermirəm. Ona görə də vermirəm. Aha, getsin. Biz işgüzü, xaotik səs-küylük yanında. Aha, hə. Sonra, deməli, planlaşdırmada, bax, əgər belə bir situasiya düşsə ki, ümumiyyətcə, bir tərbiyəçi müəllimə istər illik, istər həftəlik planını düzgün şəkildə qura bilirsə, hansı didaktik prinsip, ad çəkəcəm? İntegrativlik. Nəticə yönümlülük. Oradan çıxdı integrativlik. Plan sözü varsa, əvvəlcədən, bəli, planlı proqramlı olmalıdırsa, bu nəticə yönümlülükdür, bəli. İnteqrasiyanı qorumalıdır, planı yazanda. Əgər plandakı mövzuları yazırsa, məsələn, plandakı mövzuları yazıram da, orada inteqrativliyi qorumalıyam, sadədən mürəkkəbə doğru yazıb onu keçməliyəm. Amma tərbiyəçinin deyirəm əvvəldən planı olmalıdır. Situasiya necə idi? Onda bu nəticə yönümlülükdür. Ay sağ olun. Müqayisəli qiymətləndirmə söz asosiasiyasına aiddir. Eyni zamanda uşaqlar öz inkişaf dinamikasını müəyyən edə bilirlər. Aydın oldu. Sonra, əgər didaktik prinsipdən sual verirəm, əgər mənim keçdiyim mövzuda, mənim mövzumla məqsədimin mahiyyəti eyni olmalıdır. Mən mövzunu keçirəmsə, məqsədimə uyğun da onu göstərməliyəm. Hansı didaktik prinsipdir bu? Hansı? İntegrativlik, bəli. İntegrativlikdir. Çünki nə mövzu keçirəmsə, o mövzuya uyğun da onu tətbiq etməliyəm. Bu integrativlikdir. Bəs yaxşı, mənim keçdiyim mövzu uşaqlara uyğun olmalıdır.
O da varislik, bəli. Yəni uşaqların, məsəl üçün orada mən sırf yaxşı sözünü deməli deyiləm də, yəni deməyə də bilərəm. Uşaqlara uyğun deyirəmsə, keçdiyim mövzu deyirəmsə, bu varislikdir. Bəs mənim uşaqlardan istədiyim, tələb etdiyim mövzu uşağa uyğun olmalıdır deyirəmsə, bu olacaq uşaq ölümlülük. Aydın oldu? Uşaqlara hissələrə ayrılan oyuncaq vermişəm, müəllimə. Hissələrə ayrılan oyuncaq vermişəm. Deyirəm ki, onu birləşdir. Hansı pedaqoji prinsipə aiddir? İdrak fəallığı. Bəli, idrak fəallığı. Çünki necə xarakter daşıyır? Nə idi o? Kognitiv. Kognitiv sözünün mənası nə idi? İdrak. Bəs kommunikativ nə idi? Ünsiyyət, sosiallaşma. Kommunikativdən söhbət gedirsə hansı pedaqoji prinsipdir? Əməkdaşlıq. Ay sağ olun, əməkdaşlıqdır. Yaxşı, Leyla ilə Aysel gigiyena qaydalarına əməl edir. Ümumi təlim nəticəsidir, elə deyilmi? Yox, deyil. Deyil. Çünki, bəli, çünki ikisi birlikdə olmaz. Uşaq tək başına Leyla gigiyena qaydalarına əməl edir, Aysel gigiyena qaydalarına əməl edir. Bəs yaxşı, Leyla gigiyena qaydalarına əməl edəcək deyirəmsə olarmı? Yox. Xeyr. Leyla. Olmazdı. Amma testləri də seçirik. Sən seçin. Çünki şərti yaxşı diqqətlə oxunur. O da problem odur ki, şərti, bəli. Sonra deməli, əgər mən savadlı kadrlar, yəni söhbət tərbiyəçilərdən, bizlərdən gedirsə, müəllimə sizə sual verəcəm, bizlərdən gedirsə, o məktəbəqədər təhsilin dövlət standartlarından hansına aiddir? Ay sağ olun. İnfrastruktura, bəli. Əgər kitablar deyirəmsə, maddi texniki tədris bazasına aiddir. Ay sağ olun. Bəs yaxşı, İranə müəllimə, hansı prinsiplər əsasında idarə olunur məktəbəqədər təhsil müəssisələri? Ay sağ olun. Bir də demokratiklik. 3 prinsip əsasında idarə olunur. Özəl bağçalara müdiriyyət kim tərəfindən seçilirdi? Həmin bağçanın təsisçisi. Dövlət bağçalarına isə nazirlik tərəfindən seçilir, bəli. Bəs yaxşı, uşaq şəxsiyyətinin formalaşması Fidan müəllimə, bu nədədir? Məqsəd, vəzifə yoxsa məzmunda? Vəzifədədir. Bəs təbiətə həssas münasibət deyirəmsə, estetika, dünya görüşü deyirəmsə, məzmundadır, bəli. Bəs deməli, əgər mən ümumiyyətcə bağçadan aşağıda təhsil sistemi varmı? Və yoxdur və biz ilk təhsil pilləsi kimi hamının meyl marağını nəzərə almalıyıq. Harada deyirik biz bunu? Məqsəddə, ay sağ olun, məqsəddə deyirik, bəli. Yaxşı, Farizat müəllimə, mənə inkişaf sahələrinin tərifini deyin. 4 inkişaf sahəmiz var. O növləridir, tərifini deyək. Ümumi nəticələrinin reallaşması məqsədi daşıyır. Neçə inkişaf sahəmiz var? Hansılardır? Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Sağlamlıq və təhlükəsizlik, idraki inkişaf, estetik və yaradıcılıq inkişaf, sosial emosional inkişaf. Ay sağ olun. Hansı inkişaf sahəsidir ki, orada turpun nağılındakı nənəni uşaqlar təqlid edirlər? Deməyin. Estetik və yaradıcılıq inkişafdır. Neçə nöqtə neçədir? 3.3 yox. 3.1, 3.2. Ya hansıdır? 3.1. 1, bəli. Bəs rəsm, yapma, quraşdırma, aplikasiya bir dəqiqə. Aplikasiyada nə isə hazırlayırsa, yaradıcılıq nümayiş etdirirsə, nədir bu? 3.1'dir. 1'dir. Amma oradakı əyani vəsaitləri yığışdırırsa bu nə olacaq? 3.2'dir, bəli. Bəs şəxsi və sosial məsuliyyət səriştədir də, elə deyilmi? O hansı standarta aiddir? Şəxsi və sosial ünsiyyət cəmiyyətdə özünü apara bilməsi. 4.1 ünsiyyət özünü apara bilməsidir. 4.3 isə dözüm, tolerantlıq nümayiş etdirir. Bəli. Aysun müəllimə, həm didaktik, həm pedaqoji prinsiplərimizdə hansılardır onlar? Ay sağ olun. Psixomotor bacarıqlar deyirəmsə, söhbət hansı didaktik prinsipdən gedir? Şəxsiyyət yönümlü. O qəbul eləmir, deyir yox.
Eləyirəm. Bəli. O aiddir şəxsiyyət yönümlüyə, elə deyilmi? Yaxşı, psixomotor bacarıqların özləri nədir ümumiyyətcə? Nə deməkdir? Bax dediniz ki, qəbul elədiniz ki, psixomotor bacarıq şəxsiyyət yönümlülükdür. Bəs nədir psixomotor bacarıq? Nə deməkdir? Nədir İrani müəllimə psixomotor bacarıq? Və necə? Bəli, bax, psixomotor bacarıqların da sağ olun. Psixomotor bacarıqlar böyük və kiçik motor bacarıqlarının birləşməsidir. Kiçik motor bacarıqlar əllə voleybol tutub oynamasıdır, ondan sonra şəkil çəkməsidir, xətlər çəkməsidir, nə isə quraşdırması, birləşdirməsi bu kiçik motor bacarıqdır. Amma ayaqla, əgər voleybol kiçik motordursa, futbol olacaq böyük motor. Artıq ayaqla qaçmaqdır, tullanmaqdır, atılmaqdır, bəli, topa ayağını vurmaqdır. Bunlar böyük motor bacarıqlardır. Və hər ikisi birlikdə gedir psixomotor bacarıqlar. Aydın oldu? Bəli, bəli. Nigar müəllimə, uşaqlara diferensial yanaşırıqsa, onlardan nə formalaşar? Necə olar diferensial yanaşan uşağa? Yəni, uşaqda formalaşan bacarıq nə olar? Aha, bir bax, məntiqlə belə düşünək. Ay, sağ olun, bəli. Sonra? Müstəqil olmaq. Aha. Sonra? Aha. Fərdi və şəxsi məsuliyyəti. Yəni o söz azadlığı olar onlarda, öz güvənli olanlar, öz bacarıqları üzə çıxar, potensial imkanları üzə çıxar. Ay sağ olun. Bu psixomotor, bu daha doğrusu diferensial yanaşmaya aiddir. Gəlin bir dəqiqə Nigar müəllimə. Aha. Çərçivə çəkin. Çərçivə. Aha, iş formalarının sxemini çəkin. İndi ora yazın, deməli, elə eləyin ki, o fərdi iş forması olsun. 4 dənə uşaq da əlavə eləyin. Masanın ətrafında 4 uşaq əlavə eləyin. Aha, bu uşaqlar olsun. Aha. Hə. Bir də belə nöqtələr qoyun uşaqlar olsun. Doğru. Ay sağ olun. Aha. Hə. Aha, bu hansı? Aha. Bu fərdidir. Çünki hərəsinə bir tapşırıq verilir. Ay sağ olun. İndi bir dənə də sxem çəkin, o olsun, deməli, qruplara aid olsun. Qruplara aid oldu. Aha. Aha. 4 nəfər oturur. Aha. Tapşırıq ama. Tapşırıq alma. O nə idi bəs o? Kənarındakılar nədir? Səbətlərdir var. Və kənarda. Aha. Deməli, bir dənə tapşırıq varsa və hamı həmin bacarığa eyni köklənirsə, bu olacaq hansı iş forması? Qruplar. Ay, sağ ol. İndi bir dənə də kollektivə edin. Kollektivdə bir dənə şey köklənir, değil mi? Uşaqları o elə çəkir, o birisilər uşaqların paltolarıdır. Aha. Hə. Kollektivdə də eyni problem üzərində işləyirlər. Ay, sağ ol. Deməli, nə yazmalıyam hamısının içərisinə eyni? Eyni. Bəli, məsələn, alma. Ay, sağ ol. Əla. İndi onun üzərinə ən başına zəhmət olmasa bir dənə yazaq. Hansıdır? Fərdi. Aha. Qruplarla. Aha. Kollektiv. Ay, sağ ol. Kollektiv. Əla. Cütlərlə də 2 uşaqlı yazın. Bir dənə yaxşı çəkin, onu da elətdirirlər. Aha. 2 dənə uşaq olur. Kənarında da müəllimə. Aşağısında müəllimə. Ay, sağ ol. Bəli. Sual verir, uşaqlar da cavab verirlər. Bəli. Təşəkkürlər. Əla. Sonra gəlin Fidan müəllimə. Aha, Fidan müəllimə. Şaxələndirməyə aid sxem çəkək. Ki, o şaxələndirməyə aid olsun. Aha. Ay, sağ ol. Sonra. Danışa deyək. Məsələn, yazırsınız, ay, sağ olun. Meyvələr. Aha. Alma. Aha. Armud. Bəli. Bir dəfə incil yazılır. Alma, armud, xiyarla eyni şeydə belə olar. Pişik. Lalə. Aha. Meyvəyə aid olanları götürürük. Niyə incil yazmadınız? İndi sizi çağıracağım. Niyə incil yazarsınız? Aha. İndi nə deməliyik ki, Fidan müəllim? Meyvəyə aid olanları seçirik.
Ay sağ ol. Meyvəyə aid olanları seçib nə etməliyik? Dairə ilə birləşdiririk. Ay sağ olun. Deməli, uşağın təklif edirik ki, bax dairədə meyvə yazılıb. Ətrafındakı şəkillərin hansını gətirək dairəyə? Uşaq alma ilə ayrıda gətirəcək. Ay sağ ol. Bunu belə yazılı şəkildə yazırıq, amma bu bağçada yazılı şəkildə olmur. Bu şəkillərlə olur. Çünki uşaq başa düşmür axı. Ay sağ ol. Bəli, kitabları göstəririk də. Bura sadəcə bu hissəsini deyirik ki, bizdən meyvəni tələb edirlər. Biz indi bax hansı şəkillər gətirib o dairəyə yerləşdirək. Aydın oldu? Bəli, meyvələri gətirirlər. Təşəkkürlər. Ay sağ olun. Sonra Qumru müəllimə, danışın bizə tapmaca haqqında. Bu şaxələndirməkdir. Hə, danışım tapmacadan. Aha. Tapmacada idrak fəallığı olur. Ay sağ olun. Yüksək fəallıq. İdrak fəallığı suallardadır. Aha, bəli. Tapmacanın cavabını yaxşı tapa bilsin. Aha. Deməli, nə edirik? Bir karbon götürürük, karbonun arkasına çəkirik, yaz fəsli. Karbonun arkasına. Ön tərəfinə, uşaqlar görən tərəfinə isə çəkirik çiçəkləmiş ağaclar, düzəlmiş otlar, çəkirik uşaqlardan soruşuruq. Ay uşaqlar, bu nədir deyir çiçəkləmiş ağaclar? Ay sağ ol. Düzəlmiş otlar. Bəli. Sonra o tapmacanın... Deyirik ki, uşaqlar, bəs indi biz deyə bilərik ki, bu hansı fəsildir? Ay sağ olun. Bəli. Və biz kartı çeviririk. Bəli, bu da oldu. Tapmacanın cavabı. Gördünüz nə qəşəng danışdı. Afərin. Sonra deməli, Farizat müəllimə söz assosiasiyasında siz danışın. Məsələn, tutaq ki, qrupa daxil oldunuz. Bugünkü məşğələniz, bir dəqiqə. Bugünkü məşğələniz 10 dairəsində hesablamadır. Söz assosiasiyasında nə deyirəm mən müəllimə uşaqlara? Yadıma salırıq. Aysə, onların yadına salıram. Məsələn, ona qədər olanlardan suallar verirəm uşaqlara. Sonra da sırf 10 da suallar verirəm, yəni keçənlərdən də suallar. Bəli, sırf 10 dairəsində indi suallar verirəm. Sonra isə əvvəl bildiyi ilə yeni bildiklərini müqayisə edirəm. Ona görə deyirik müqayisəli qiymətləndirmə. Bir də öz inkişaf dinamikasını müəyyən edir deyirik. Elə ona görə deyirik ki, uşaq bilir ki, özü nəyə qadirdir. Uşaq bilir ki, özü nəyi bilir. Aydın oldu? Aha. Hüquq nədir, vəzifə nədir? Təranə müəllimə. Müəllimim yoxsa? Ümumiyyətcə, hüquq nədir? Hüquq nədir? Vəzifə. Müəllim. Haqqımdır. Vəzifəm elədiyim işlər. Ay sağ olun bəli. Mükafatlandırılmaq, təklif olunmaq müəllimin haqqıdır, hüququdur. İldə bir dəfə tibbi müayinədən keçmək müəllimin vəzifəsidir. Bəs deməli uşağı haqqında hər tərəfli məlumatı valideynin nə? Hüququdur, bəli. Bəs istədiyi təhsil müəssisəsini sərbəst seçmək hüququdur. Ay sağ olun. Bəs yaxşı, deməli, kimin hüquq və yaxud da vəzifəsidir ki, dövlət standartlarını həyata keçirməlidir? Tərbiyəçinin nə? Vəzifəsidir. Ay sağ olun. Vəzifəsidir. Sonra deməli, hansı oyunlar? Nigar müəllimə, oyunların əhəmiyyəti nədir uşaqlar üçün? Aha. Ümumilikdə biz uşaqları oyunsuz təsəvvür edə bilərikmi? Bilmərik. Oyun hər şeydir. Ay sağ, oyun sevincli emosiyaların qaynağıdır. Oyun onlar üçün hər şeydir. Bəs yaxşı, hansı oyundur ki, orada uşaq tək başına da oynaya bilər, yaşıdları ilə də. Yalnız onlar istədikləri zaman böyüklər olaraq. Ay sağ ol, sərbəst, bəli. Bu iki karandaşla belə deyək, oynayır, gələm, ay sağ ol. Biri başqa oyun, bu olur paralel oyunlar, ay sağ olun. Bəs hiss üzvləri vasitəsilə oynayırsa, sensomotor oyunlardır. Öyrədici, təlimləşdirici xarakter daşıyırsa, didaktik oyun. Hansı oyunlardır ki, orada fiziki inkişaf əsas götürülür? Mütəhərrik oyunlardır, ay sağ olun. Mütəhərrik oyunlar özləri hansı oyunların növünə aiddir? Yox, hansı oyunları? Qaydalı oyunları. Bəli, qaydalı oyunların digər adı necə idi? Didaktik oyunlardır, bəli, didaktik, bir də mütəhərrik. Bəs yaradıcı oyunların növləri hansılardır? Ay sağ olun. Bəs hazır məzmun olmalıdır hansında? Ay sağ olun. Sadəcə olaraq təqlid varsa? Ay sağ olun. Turpun nağılındakı nənəni təqlid edirsə, dramlaşdırılmışdır. Öz nənəsini təqlid edirsə, sözəli oyunlardır, bəli. Gün rejiminin hansı qabiliyyəti, hansı komponentidir ki, orada intuisiyası güclü uşaqdır. O intuisiyası güclüdür.
Hansı komponentidir ki? Heç ağlıma düşmürdü o yuxu. Hansı komponentidir ki, orada iş qabiliyyəti bərpa olunur? Gəzinti, ay sağ ol. Bəs hansı qabiliyyətidir ki, həmin belə komponent, daha doğrusu əvvəl oyunla əvəz olunurdu? Bəli, məşğələlər, tədris məşğələləri, bəli. Bəs Asuda vaxtın səmərəli keçirilməsi o günün ikinci yarısı yox, ümumiyyətcə kiçik yaşlarda, 1-2 və 2-3 yaşda. Necə ki biz iş formalarında, daha doğrusu üsullarında deyirik, didaktik oyunlar, hərəkətli oyunlar, süjetli rollu oyunlar, görürsünüz, oyunlar deyirəm. Amma əqli hücum, qap tapmaca. Ay sağ ol, bəli. Məşğələlər arasında fasilə nə qədər olmalıdır? Hansı məşğələdir yalnız məktəbə hazırlığa aiddir? Elm və nitq inkişafı, bəli. Hansı? Ay sağ ol, zehni gərinlik tələb edən məşğələlər arasında, ay sağ ol, idman dəqiqələri keçirilir, bəli. Hansı qruplarda məşğələnin həftəlik miqdarı eynidir və nə qədərdir? 10 məşğələdir, ay sağ olun. Məktəbə hazırlıqda 12 məşğələ. Ay sağ olun. Bəs məktəbə hazırlığın müddəti nə qədərdir? Yarım saat. Ay sağ olun, yarım saat. Aha. Yaxşı. Hə, əməlli bilirik, hə? Əməlli şey bilirik həqiqətən. Hə, İrani müəllimə niyə təsvir edir? Hə, Sual cevap koşuyor. Hemen bir həftədə 2 gün dərsə gəlmədim. İlk adam heç bir şeyliyə Elədir. mütləq sual cavab alır. Hə, mütləq. Aha, ekspensiv olur uşaqlar hansı yaşda? 3-4 yaşda. Əyani obrazı təfəkkür hansı yaşdadır? Əyani obrazı dərk etmə hansından? Əvvəl dərk etməni deyil. Obrazlı 1-2-də, o birisi 3-4-də. Nə? İkisi də əyani obrazlıdır. Biri dərk etmədir. 3-4-də. Ay sağ ol, dərk etmək isə 2-3 yaşdadır. Bəli. Çünki əyani obraz hələ ki dərk edir, öyrənir. Amma 3-4-də artıq onu neyini? Təfəkkür nədir? Fikir söyləyə bilir. Mənfini, müsbəti, yaxşını, pisi bir-birindən ayırmağa bacarır. Bəli. Musiqi duyumu olur hansı yaşdadır? 1-2 yaşda. Bəs musiqini oxuya tanıya bilir? 2-3 yaşda, bəli. Bəs həmrəyliyin bünövrəsi qoyulur? 5-6 yaşda, bəli. Qalib gəlmək istəyirlər hər zaman, 5-6 yaşda. Böyük kiçik motor inkişaf edir? 4-5 yaşda. Böyük kiçik motor bacarıqda sadəlik olur? 5-6 yaşda. Nə deməkdir sadəlik olur? Ay, sağ olun, bəli. Aha, doğrudur. Fidan müəllimə, gəlin şaquli və üfüqi inteqrasiyanın sxemini çəkin. Hə, buyurun. Bir şaquli, tamam. Şaquli bir də üfüqiyə. Aha, ay sağ olun. Aha. Aha. Ay sağ olun. Ay sağ olun. Bu şaqulidir. Çünki şaqulidə yuxarı qruplarda dayanırıq. Əslində bunu yuxarı yazır. Ya fərqi yoxdur ümumiyyətcə də. Yuxarı eləmir, danışdırmaz. Yuxarı qruplarda dayanırıq, yazın. Aşağı qruplardan nə edirik? Uşaqları keçdiklərimizdə uşaqların yadına salırıq. Bu hansı inteqrasiya oldu? Bu oldu şaquli inteqrasiya. Amma üfüqi inteqrasiyanın sxemi necə idi? Aha. Hə. Məktəbə hazırlıqla, məktəbə hazırlıq, ay sağ ol. Eyni qrupdur, ay sağ olun. Üfüqi inteqrasiyadır, bəli. Bəli, Allah. Çox gözəl, təşəkkürlər. Sonra, aha. Məktəbə qədər təhsil haqqında qanun nəyə əsasən hazırlanmışdır? Hansı Ay sağ ol. Oradakı 3 əsas məqsəd nə idi? Aha, təhsil bu şəkildə həyata keçirilməsi, bəli. Əgər tətbiq etmə varsa, yəni onu həyata keçirmək, tətbiq etmək varsa, təlimdir yoxsa təhsildir? Təlimdir, ay sağ ol. Sadəcə olaraq öyrənmə varsa, bu isə bəli, təhsildir. Bəs yaxşı, tərbiyəçi müəllimlə metodistin fərqi nədir? Telefonları yığışdıraq. Aha. Ay sağ olun. Aha. Bəli. Tərbiyəçi müəllim uşaqların təlim və tərbiyəsində məşğul olur. Metodist isə bəli,
Ay sağ olun, bəli. Bəs təhsilləri isə tərbiyəçi ali və orta təhsilli ola bilər. Metodist isə sırf ali təhsilli. Başqa kimlər sırf ali təhsilli olmalıdır? Birinci növbədə müdürlər, elə deyilmi? Bəli, o metodist, müdür, logoped, defektolog, onlar olmalıdır mütləq şəkildə ali təhsilli, bəli. İcmalara ödənişi kimədir? Valideyn. Ona görə deyirik icmalar ödənişlidir, amma qısa müddətli təlim qrupları isə ödənişsiz, bəli, ödənişsiz təlim qruplarıdır. Sonra innovasiyada açar söz nə oldu? Yenilikdir, ay sağ olun. Bəli, bəs qanuni nümayəndələr kimlərdir? Valideynlər, övladlığa götürənlər, bəli, doğrudur. İlk öncə prioritetdən, ardıcıllıqda birinci şəhid ailələri, ikinci nazirlər, üçüncü hərbiçilər, dördüncü müharibə iştirakçılarının övladları. Sonra isə digər, məsələn, çox uşaqlı ailələrdir, işləyən, oxuyan, hərbidə olan. Ay sağ olun, əla. İndi başlayaq testimizə.